Hamıya salamlar dostlar, necəsiz? Yepyeni bir videoma hoş geldiniz dostlar, kanalıma videoma hamınız hoş geldiniz dostlarım. Necəsiz, ne var ne yok, ne indiniz? Hər birinizi salamlayıram dostlar. Bu günləri möhtəşəm bir video ilə, bölüm ilə az önce birazdan söyleyeceğim hansı bölümdə və sizə deyəcəm dostlarım hansı bölümdə qarşınızdayam. Bəli, ilk öncə onu söyləmək istəyirəm ki, onu söyləmək lazımdır ki, hansı telefon. Bəli dostlar, keçən dəfəki Partpanik videomu o da demişdim. Bu arada o videomu izləməyənlər izləsinlər dostlar. Like'larınızı yağdırın o videoya, abone olun. Yorumlarınızı falan her şeyinizi yazın dostlar. Bu arada biraz heyecanlıyam. Biraz video gelmedi, bir gün gelmedi, 2 gün gelmedi bilmirəm. Dostlar, daha da yaxınlaşayım, daha falan hazırlaşdım diye biraz nəsə keyif falan olmadı. Elə də çəkdim amma dondu falan o bir telefon. Dedim hele bu var da bunu da çəkim. Çox şey eləmirdim başqa oyunlar. Bu arada dostlarım, bəli dostlar, yeni bir telefonla ilk videom. O da ki tabii ki de Shadow Fight 2'nin ikinci bölümü. Bəli dostlar, neye göre o Shadow Fight ekrandan başlamadı? Bu arada video kesmeden önce dostlarım, like atın, abone olun. Like atıp abone olmayı unutmayın. Bir işdə də açıq yatdığı videolardan xəbərdar olasınız dostlar. Və indi isə keçək açıqlayım şey niyə görə neye görə mən nə dedim? Hə, yorumlarda atın dostlar. Mən biraz video paylaşmıyorum nəsə danışıq itirirəm də özüm. Bəs məndə belə bir şey olur. Bəli dostlar, ilk öncə sizlərlə birlikdə yəni bu bu bölümdə göstərəcəm hansı oyunlarım var. Bu telefonda da çox oyunlar gələcək, bölümlər gələcək. Yəni izləməyi unutmayın. Yəni Redmi Note 14'üm telefonuma, yeni aldığım telefona nə oyunları yükləmişəm. Bəli dostlar, sizlərə göstərirəm bu dəqiqə. Bu dəqiqə baxın sürətə. Oha, 120 Hz yəni. Bundan ləzzət yedi oyunlar. Məsəl üçün ilk öncə hansı oyunları yükləmişəm? İlk öncə giririk bu qovluğa. Mənim bu oyunlarım var. Free Fire, Soccer Star, Brawl Stars oyunu. 3 dənə bu oyunu yükləmişəm dostlar. Bir Puppet Soccer adında bir oyunu yükləmişəm dostlarım. Oyunlarımı göstərim sizlərə hamısını. Sonra keçək oyunumuza. Football Strike yükləmişəm. Onu da çoxunuz məncə bilirsiniz. Onun da videosu gələcək. Yəni buradakı oyunların əksəriyyətinin videosu gələcək təbii ki də. Subway Surf yükləmişəm. O da videosunu da atmayacağım. Yəni o Subway Surf da burada bir şey yoxdur da. Yəni qaçırsan oyun qurtarmır bir şey. Onu da mən niyə atım yəni. Onu da bilirsən yəni də. Ona görə. Kafa topu 2 bəlkə bu gələr. Bunu axtaram. Bir də söz oyunu. Söz oyunda ki internet olmayanda hardasa avtobusda falan, hardasa oturanda falan belə boş vaxtlarımda işıqlar falan sönəndə nəsə oynamaq üçün yaxşıdır. Söz oyunu yükləmişəm. EFC Mobile hesabımı da keçirmişəm. Ondan bu yeni telefona həmən hesabla davam edirəm. Artıq FPS qrafiklər zətlər dəhşətdir də yəni dostlar. Oha, artıq ekran qeyd edicisi də var telefonun. Yəni klipə falan ehtiyac yoxdur. Yaddaş da çox 256 GB yaddaş, yəni rahat video editləyib sizlər üçün nümayiş etdirə biləcəm dostlar. Yəni heç bir problem olmaz inşallah. Yəni çəkdim, artıq 2-3 dəfə çəkdim bölümü. Sonra sildim, təzədən çəkdim Shadow Fight'ı. Daha dedim ona öyle həvəsim də olmadı. Dedim atmayacağam dayı. Nəsə belə. Sonra dedim ki atım da qaqış. Mən niyə atmayım ki? Mən davam eləməliyəm. Bəli dostlar. Sonra Jim Raging 2 seriyası, onu da bilənlər bilir. Çox uzun oyunu olan, oldu oyunlarda yəni. Subway Surf, o kafa topu, Shadow Fight 2. Bəli dostlar, bu oyunlarımız bu qədər. Yəni bunları da girib oynayacağız. Heç bir narahat olmayın. Heç bir narahat olmayın yəni dostlarım. Bunlar videolar da gələcək və də indi çox uzatmadan keçək yəni Shadow Fight 2'ye. Bəli dostlar, keçdik artıq oyunumuza. Belə, yəni ikinci bölümü yeni aldığım telefonla oynuyoruz. Bəs isim nə dostlar? İsim hərəkətləri çoxdan da heç mən bu oyuna girmirəm də, yəni sırf videosunu ayırmışam ki, hər bir bölümünü yəni qaçırmayaq. Yəni sizlərlə birlikdə həm özüm öyrənirəm dostlar.
Dostlar, həm özüm əylənirəm, həm də ki, sırf video üçün, yəni onsuz da sizlərə nümayiş etdirmək üçün, yəni dostlarım, sizlər üçün eləmək şeyi. Siz də bu zəhmətimin qarşılığında, zəhmət olmasa, nəsə isindir, biraz təpik də ataq, ayaqlarımız da isinsin. Qarşılığında like atıb abunə olmağı unutmayın. Bəli, yaxşıdır artıq. Neyse. Burada video dayandırmaq olmur. Bu ekran qeyd edicisiyle, Redmi-nin öz ekran qeyd edicisiyle. Amma ki, mən ya klip yüklərəm, ya da ki, nə bilim, bir də başqa proqram yükləyirəm. Burada çünki video dayandım. Siz necə dayandırırsam, məsəl üçün nəsə şey olur. İşimizə də olur. Məsəl üçün mənə çağıranda falan dayandırıram, sonra işimi görüb sonra davam edirəm elə. Yəni burada məsəl üçün elə olmur da, yəni burada bassın, video bitir. Mən sizə bayağı dayandırım, yəni bastım, dostlar, gördünüz ki, bitdi. İndi ikinci kadr. O, solduk yeri. Hə, ikinci kadrda ya. İkinci də başladı. Nəsə dostlar, onu da həll edərəm özüm. Və davam edirik. Bəli. İlk öncə girək silaha. Girək. Keçək dəfəki bölümdə dostlar yumruq yüzüyünü almışdım. Çox güclüdür, gördünüz. Keçək dəfəki bölümdə biz nələr elədik. Və kaftan. Bunu ala, pulumuz buna çatırmı? Bəli, çatır. Hafif mikver, bu da ateşli alarki nasıl olsa Linux'i elməlisin. Bu da Linux'i odandan sonra dostlar. Linux boss'u birinci bölümdəki boss'u, yəni odandan sonra açılır. Sağ atmada, yəni bu Linux bölümündədir. Bu da ki, Hermit odandan sonra Hermit zehir açılır. Bəli dostlar, gələk indi görək. Bəli dostlar, gördüyünüz kimi sizin bölümdə 3 dənə turnuva girmişdi. Və gördüyünüz kimi kolay, neydi adı? Bəli, zor idi, indi kolay oldu. Oo, Linux. Linux'in birinci koruması dostlar. Şimdi keçənki bölümdə şimdi udmuşdu. Burada sıradaki ise bu bölümdeki koruması ise, yani bu bölümdeki döyüşəcək olan bizim döyüşəcək Dayı, mən nə danışım? Bizim döyüşmək lazım olduğumuz qoruma isə tuğladır, yəni. Görək onunla döyüşdük, onunla neyinizə qalib gələ biləcəyim, görək belə başımıza nə gələcək. Və eski yaralar da keçəndəki bölümdə açıldı, amma mən dostlar bu bölümü oynamadım, dedim gələn bölümə saxlayacağam. Və yəni bu bildiyiniz kimi adi bir daha bildirmişəm, bir daha da bildirirəm ki, dostlarım, adi Street Fighter 2-də yoxdur, amma bu həmin moddan Special Edition yazaraq ən altdakı da deyəsən, yükləyə bilərsiniz. Burada həm bu yaxşıdır ki, bu qutarmır enerji, həm sizə müzəffər verir, kömək edir yəni. Nasıl belə sadədə biz bitirmək istana qədər gəlmə çətin. Mən max qazıba qədər gəlmişdim. Bəs çətinlik çəkəcəksiniz yəni orada. Amma belə, bəli dostlar. İndi eski yaralar Sensei'nin anlattığı öyküsü, əvvəlki döyüşləri, böyle Linux'ı cavanlıqda nə döyüşləri varsa hamısını Special Edition'da yaşamaq olur, yəni yaşadırıq. Bu da Elqulun oldu, çox da danışmadan, çox da uzatmadan dostlarım. Turnuvaya girək. Iron. Mənə oxşayır dost. Doğrudan bu şey oxşayır, Shadow. Gölgəyə də yəni. Musiqi səsi bu arada azalmışam ki, mən musiqi də sevənlər də var, yəqin olmaz. Amma səsi fərli düşməz deyə azaltdım. Mənim səsim fərli düşməz deyə azaltdım yəni. Yat aşağı, ya bura. Oba. Elə bura. Oba. Oydu. Yat aşağı. Məndə yumruq yüzü deyəsən, çıplaq mənə necəsən? Ha? Adama bir bunu deyərlər, qaqaş. Bu da yatızdırdıq aşağı. Oy. Yaxşı kombosu var da, yəni yumruq yüzüyün. Ona görə də xoşlayıram. Oha, ikimiz eyni oldu. Amma dəymədi. Oha. Gəl bura. O, elə atmırlar, qaqaşım, belə atırlar. Cümə vursa, yat aşağı. Bəli dostlar, gördüyünüz kimi İronu da belə otduq, Ironu. Yəni
Aeroda belə tutduq 2 raund, heç bir zorlanmadan, heç bir əziyyət çəkmədən, yəni asaddır da gördüyünüz kimi. Duelo hər 4 saatda bir girilə bilir. Duelolarda sizə verilən ekipmanlar kullanmaq zorundasınız. Aha, rastgele ekipman, duelo. Və ya da şu duelo modumuz açıldı, Ninja. Yəni bunların hamısı adı Ninja oldu, belə oldu. Bizə verilən rastgele ekipman, bir də mən yaxşı ekipman versə olar. Elə yumruq üzüyü verildi, elə mən indi olan şeylər verdi. Ya bəs kaskım desən ayrı cür tutmaq verir. Artıq o yaxşı ki, daha belə eləyib baxmıram. 2 saat qayda neçə dəqiqədir. Buradan elə yandan görürəm dostlarım da ki, orada heç telefonumun halını bilirsiniz necədir. Yəni o qədər necə köhnə idi, 5 ilin telefonu idi. Yəni A10s 32 yaddaşdı, 32 yaddaşdı, 256 yaddaşa hoppandım yəni. Ən son çıxa versə sistemdə Redmi Note 14, 15 hələ çıxmayıb deyirlər, çıxacaq. Mən də getdim, video çəkdiyim üçün həm kaliteli düşsün videolar, həm yaxşı səsim düşsün falan, hər şey yaxşı olsun. Yəni rahat buradan knopka yuxarıda verirəm səsi, alıram səsi. O belə. O belə rahatdır da, o belə rahatsızlıq yaxşı olur yəni. Həm də ki orada belə knopkası yox idi dostlar. Bildiyiniz kimi mən gecəyirdi oyun oynuyordum, Free Fire'da dərəcə falan kasırdım. Nə bilim götürürdüm, düşürdüm yerə, özünə səsi alınırdı bir şey falan. Problemlər yəni çox olurdu, donmalar falan. Belə problemləri falan çox olurdu. Yəni knopkasını sonra da əsəbləşdim, gördüm öz-özünə səsi alınır, çıxartdım, tulladım. İndi oradan səsi də alıb verəm bildiyim. Sonra da yəni sonra da səsi alınıb verilmədi, amma daha üstdən alıb verdiyim. Səs çəkəcək. Yaxşıdır bu telefonu aldım dostlar. Həm də YouTube eləmə, video çəkirəm. Yəni deyəs ki, nə YouTube versən, neçə abunəm var cırılır. Mən yəni forsayamam dostlar. Amma sizə dəstəklərinizi verərsiniz, qabağa gedər inşallah. Hər kəs yəni belə başlayıb sizə həvəsiz olsun, bir şeyiniz olsun, düşməyin ruhdan. Yəni. Videonuza az baxış gəlir mənə kimi, amma ruhdan düşməyin. Həmişə eləyin. Bəli dostlar, gördüyünüz kimi çox oyuna odaqlanaq, çox danışmayaq. Şeylə döyüşdük. Belə döyüşdük. İndi isə dostlar, keçək elə turnuvaya. Kolay. Ya burada heç nə yoxdur. Keçdi turnuvaya dostlar. Şimdi torn. Keçən bölümdə gəlmiş səhv eləməmsə yoxsa elə hər bölüm. Elə hamısı gəldi dostlar. Bəli dostlar. Yo. Davam edirik. Gəvray. Qısa get otur da. Yeməyi bir pişirirsən. Oyut. Yaxşı. Qızsan deyim yeməyi bir daha təbizəydim ha. Kimi çəp. Oğlum bu neyini? Oy. Krital vuruş. Yumruq yüzü. Oydu. Bu oydu qaqa mən. Söz tapamadım ya dostlar bu. Necə deyim? Əla silahdır yəni sözsüz bir möhtəşəm bir silahdır yəni bir sözlə. Canavar kimidir silah. Şaka ardasan. Qaçma. Tuttum bunu. Bu niyə qılınc ya? Maraqlıdır. Profil şəklinə baxın. Mənə kimi yanımda saldı. Yavaş. 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 Bəli dostlar. İkinci raunda belə utdu dostlar. Yəni belə çətinlik çəkmədən. Yəni bunu da alt edərdik. Kobra, umutsuz Kobra seçdim mən. Hə, yaxşıdır bu. Neyse, bir göz iki öyle bir şekilde senin için açıldı. Aşağıdaki oyunu tıklayarak bilgi alabilirsiniz. Oha. Baxın dostlar, məsəl üçün bu neyse bir şey düşün yaxşıdır ki, yoxsa Sadə Shadow Fight 2-də yəni mut şapkanı alamayacaqsınız. Allah, Kendo maskesi açılır, bir də 21 müzəffərə 56 müzəffərimiz var, konu şapka. Allah da bunu qəşəng özəlliyi də hasar emme özəlliyi var ya dostlar. Onu önə müzəffərinə qoyublar. Yəni çox superdir yəni. Qəşəng. Hasar emme yox ya, görün tek bir atıldığı başınıza verilen hasar. Hə, deməli deyir ki, yutma şans. Hə, yutma. Deyir ki, yəni başa dəyilən hasar, yəni yumruq olsun, təpiy olsun.
Yəni kəllə olsun qaqa, nə qılınc olsun, nə olsun. Dəydiyi başa, kaskı bu şeyə də şapkaya dəyəndə, yəni özə gücü varaq hasarı əmir də, yəni. Udur, hasar yutma. Yəni hasar sayılmırdı sən canın gedib. Amma bədəndən falan o kaftanını, şey, ceketini alanda da yəqin ki olar. Onun ceketi var görürsən. Harada da görək var onun ceketi. Yəni belə ancaq başdan dəyəndə hasar getmir. Yəni başqa yerdən dəysə, qışdan olsun, bədəndən olsun gedəcək. Bəli. Eski deri ceket. Alalım bunu. Bunu da aldı dostlar. Eski deri ceket. Sonra bunu şapka bular. Ayda bunu yayalardım. 510 qızıla şey. O Linux bölümündəki iğnənin qılıclarım bundan da çok süperdi bu. Saldırısı qəşəngdir bunda. İnşallah dostlar bunda pul yığıb gələn bölüm üçün mütləq və mütləq alarıq. Bəli dostlar davam edək macəramıza. Görək nələr var, nələr yox. Deməli. Bir dənə də oynayaq. Madman. Oo. Bəli dostlar bir dənə də turnuva getdik. Madman. Məsələn bir də başımdan vursun görək. Baxın dostlar indi bax. Başımdan vuranda indi oradan hasar getməyəcək, sam getməyəcək. Gördünüz dostlar. Başdan demədiyəsən. Nə tövbe. Oy. Oy. Allah. Qıçım getdi qaqa. Allah. Bunu yumruğu var ha. Bəli dostlar birinci round utduq. Bir daha bunu oynayaq dostlar. Sonra bir daha Linux'in korumasına salam verək dostlar. Görək kim çaşır, kim çaşmır. Qorunun bir də yumruq. Bir dənə təpik olmadı. Bir dənə təpik. O bizə vurdu. Təpik. Ha. Oy, belə animasyonda xoşum gəlir. Belə asta-asta gəlir. Özü ikisi də bir yerdə təpik atır falan belə. Tutuşmazdı da belə şeylər yəni. Xoşum gəlir. Bir kaçırdım kazanmanın başka bir yolunu daha biliyorum. Aha. Hayatta kalma düşünce bir sonraki birkaç dövüşümüzün bir deneyi var. Ne kadar çok rakip o kadar büyük ödül. Ha, hayatta kalmazsın ama bizim bunu dostlar yani gelen bölümde oynayacağıq. Bu da normala düşdü. Yani heç bu biz əsas deyil. Duello da oynadıq. Bəli dostlar bir dənə Linux bölümünə gedək. Gördüyünüz Linux bölümünə gedirik dostlar. Gördüyünüz kimi tuğla çıxdı qabağımıza. Görək bu tuğlanın nə deyir, nə çaşır. Bunun payını da verək. Sizə öncəki bölümdə izləməyənlər mütləq izləsinlər dostlar. Şin idi. Balaca yəni uşaq onun payını verdi. Bu görürəm nəsə bədənli birinə oxşuyur. Görək bu nə deyir. Tuğla, senin gibi böylesine önemsiz bir yaratık benim için ucuz bir meydan okuma olur. Aha. Yok olmaya hazır o küçük adam. Küçük adam ha sen mənə küçük adam dur. Ayıbı yok. Özü biraz böyüdü diye mənə ələ sarı dostlar. Özü biraz böyüdü diye ələ sarı. Küçük adamsa sen diye göstereceğim ne küçük adam. Linux adam bundan artık olmaz ki. Küçük adamı yok bir. Çaşırıyor bu. Bakın dostlar gördünüz orada bir tanesinde hasarım canım getmədi. Sonra daha deyirsən vuranda daha falan gedir də yəni çox da şey olmur. Ama deyirsən vaxtı var dostlar ona görə. Bəli dostlar artıq ikinci rounddayıq. Bəli dostlar ikinci rounda belə tutduq. Köye ne diyor bu? Tuğla. Ben anlamıyorum. Senin kadar küçük bir şey beni nasıl yenebilir? Ele yenebilir desem ben. Küçüğün üstünden önce. Bəli dostlar bunda ağzın payını verdiği
Növbədə isə iynə olacaq, yəni Linux'in növbətdəki adamı. Onu da gələn bölüm başa salacağıq. Və dostlar, gördüyünüz kimi eski yaralar dalında bir dənə gedək. Təbii ki də yükləmə gerekli. Bunu yükləyək. Niye attı oyun? Ha. Yüklenir diye attı. Bu da yüklensin dostlar, görək. Kapat. Yüklendi dostlar. Görək başımıza neler gelir. Ne var ne yok. Eski yaralar. Prens, yardım edin. Bu insanlar beni öldürmek istiyor. Linux, ay dostlar, Linux'in zamanları diyor. Prensi dinleme yaşlı adam. O delirdi. Kendine zarar vermeden önce majesteleri Nevir'e götürüyoruz. Yardımına ihtiyaç yok. Sensei. Bu da bizim ustadır, yani bizim ustamızın zamanla halladığı. Gerçekten mi? Buradan görünen canilerle çevrili kokmuş bir adam. Bir şeyler bana prensin doğru söylediğini gösteriyor. Ondan uzak dur. Ondan uzak dur. Ne istersen yap Linux. Ne istersen yap. Bana konuşunca para vermiyorlar. İki baş daha fazla para demektir. Yakalan şunu çocuklar. Kıvılcım. O kimdi o? Dövmelerimi sevdiniz mi? Doğduğum yerde en güçlü kahramanlıklarının hatıralarını alırlar. Sen de yakında bu resmin bir parçası olacaksın. Demeli dostlar, dövmelerinde öldürdüğü dizən adamlar şeklini vurur. Sen dedi ki, sen de yakında bu dövmeler, yani səni də öldürəcəm şəkil vurulacaq. Dövmələrə sahib ol. Sən görək elə. Koskoca sen şey görə öldürə biləcəksən. Yat aşağı. Aşağı. Qılınc çox qəşəng diyor şu an dostlar. Hani adam bəziləri sevmir bu qılıncı, ama hoşum geldi yani. Burada can ne gecik gelir ya dostlar, onu bilemedim. Böyle şeyde biraz tezcih değil. Böyle modlarda. Bəli dostlar, birinci raundu aldıq. Gördüyünüz kimi geçdi ikinci raundu. İkinci raunda belə həll eləyək. Komboya baxaya 5 kombo. Hocam çak ya. Baş ağrısı. Qəşəng. İkinci raund oldu. Zor olan dövüşçü. Başarısını aldı. Bir de başarısını aldık. Bəli dostlar, ikinci raund oldu. Artıq ümid qaldı, yəni gələn bölümə. Gələn bölümdə isə dostlar, eski yaraların ikinci oyunu oynayacağım. Görək növbətdə Kıvılcımdan başqa kim gələcək qarşımıza. Bu dedi dövməyi yapışdıracağım. Özü yapışdırdım yerə dostlar. Burada imkansız artık. Gərək silahları falan yüksədək ki kolay olsun da. Gələn bölümdə inşallah olacaq və iynə ilə. Bəli. Bildiyimiz iynə yox belə. Qızın adı iynə. Onunla döyüşümüz olacaq, döyüşəcəyik. Və gələn bölümdə hayatta qalmasıdır. Hayatta qalma da oynayarıq dostlar. Turnuvada 3 dənə hər bölüm oynadığım kimi. Bu bölümdə gələn bölümdə turnuva 3 dənə turnuva oynayıb, sonra iynə ilə döyüşərək, görək nələr baş verir. Bəli dostlar, videom bu qədər idi. Umarım ki, yəni video xoşunuza gedib. Kanala abunə olub like atmağı unutmayın dostlar. Gələn videolarda görüşənə dək xeyirli olsunuz. Yazın tezdə telefona, yəni ikinci bölümü iş videomdur yəni. Bu arada videolar gələcək. Abunə olun, like atın. Sevilirsiniz. Sağ olun.